Onun ardınca Qarabağ ordenli polkovnik Zamiq Əmirov, Azərbaycan bayrağı ordenli polkovniklər Çingiz Əliyev, Mərdan Musayev, və Vətən müharibəsi qəhrəmanı polkovnik İlqar Orucovun rəhbərlik etdiyi parad heyətləri irəliləyirlər. Bugünkü paradda Türkiye Respublikası Silahlı Qüvvələrinin 2 qutudan ibarət parad heyəti iştirak edir. Heyətə Yarbay Uğur Alan başçılıq edir. İlk dəfə olaraq paytaxt Bakının Azadlıq meydanında Pakistan İslam Respublikası ordusunun parad heyətini görürük. Heyətə Mayor Saqib Alan başçılıq edir. Quru qoşunlarının bayrağı altında ordu korpuslarının parad heyətləri, parad heyətlərinə Müdafiə Nazirinin müavini, quru qoşunların komandanı, Vətən müharibəsi qəhrəmanı General Polkovnik Hikmət Mirzəyev başçılıq edir. 1-ci Ordu Korpusunun parad heyəti, parad heyətinə Qarabağ ordenli polkovnik Teymur Məmmədov başçılıq edir. 2-ci Ordu Korpusunun parad heyəti, parad heyətinə Rəşadət ordenli general-mayor Vilayət Quliyev başçılıq edir. 3-cü Ordu Korpusunun parad heyəti. Parad heyətinə Azərbaycan bayrağı ordenli general-mayor Bilal Çompuzov başçılıq edir. Dördüncü Ordu Korpusunun parad heyəti. Parad heyətinə Vətənə xidmətə görə ordenli general-mayor İdris Məhərrəmov başçılıq edir.
2-ci Ordu Korpusunun parad heyəti. Parad heyətinə Zəfər ordenli general-mayor Akif Pirverdiyev başçılıq edir. Əlahiddə Ümumi Qoşun Ordunun parad heyəti. Parad heyətinə Vətən müharibəsi qəhrəmanı general-leytenant Kənan Seyidov başçılıq edir. Hərbi Hava Qüvvələrinin parad heyəti. Parad heyətinə Azərbaycan bayrağı ordenli general-mayor Anar Hüseynov başçılıq edir. İlk dəfə Azadlıq meydanında ən müasir qoşun növü olan insansız sistem qoşunlarının parad heyəti. Parad heyətinə Vətənə xidmətə görə ordenli polkovnik Adəm Hüseynov başçılıq edir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin parad heyətləri. Parad heyətlərinə hərbi xidmətlərə görə medalı ilə tərtib olunmuş Hərbi Dəniz Qüvvələri komandanı kontradmiral Şahin Məmmədov başçılıq edir. Dəniz piyadalarından ibarət parad heyəti. Parad heyətinə Vətən müharibəsi qəhrəmanı polkovnik leytenant Xaliq İbrahimov başçılıq edir. Dəniz xüsusi təyinatlılarından ibarət parad heyəti. Parad heyətinə Vətənə xidmətə görə ordeni ilə tərtib olunmuş 2-ci dərəcəli kapitan Sirac Siracov başçılıq edir. Raket və artilleriya qoşunlarının parad heyətləri. Parad heyətinə Vətənə xidmətə görə ordenli polkovnik Aqil Cəbrayılov başçılıq edir. İlk dəfə hərbi paradda Müdafiə Nazirliyi hərbi polisinin hərbi qulluqçularından ibarət parad heyəti. Hərbi polisin parad heyətinə Vətənə xidmətə görə ordenli general-mayor Elgün Əliyev başçılıq edir. Dövlət Sərhəd Xidmətinin parad heyətləri. Parad heyətlərinə Vətən müharibəsi qəhrəmanı general-leytenant İlham Mehdiyev başçılıq edir. İşlər Nazirliyi daxili qoşunların
xüsusi təyinatlı bölmələrinin hərbi qulluqçularından ibarət parad heyəti. Parad heyətinə Vətənə xidmətə görə ordenli general-mayor Tofiq Hüseynov başçılıq edir. Dövlət Təhlükəsizlik Xidmətinin Qartal xüsusi təyinatlılarından ibarət parad heyəti. Parad heyətinə Qarabağ ordenli general-mayor Cabir Cəfərov başçılıq edir. Xarici Kəşfiyyat Xidmətinin Yarasa xüsusi təyinatlılarından ibarət parad heyəti.